Naidə Orucova. Çox istəyərdim fotosunu yerləşdirim, təəssüf ki, yerləşdirə bilmirəm. Bizim gözəl aktrisamızdır. Amma adam kimi də adamdır. Gözəl insandır Naidə xanım. Naidə xanım Fidan Qasımovanla qohumdur da, onunla qudadır. Naidə xanım qızını onun oğluna verib, onun da oğlu, elə ikisi də bir-birini sevib, ailə qurublar, belə deyək və Fidan Qasımovanın Azərbaycan Respublikası xalq artisti, opera, belə peşəkar insandır da, Fidan xanım dünyada bizi təmsil edib, ondan qudadılar. Bəli, əməkdar artist Naidə Orucova kirada yaşadığını açıqlayıb. Niyə görə? Təbii ki, istinad edirəm Axşam.az-a. O bir verilişdə deyib, o bildirib ki, şəhərin mərkəzində olan evi sökülüb və məbləğ istədiyi mənzili ala bilməyib. Məbləğ ona verilmir. Naidə xanımla mən burada yaxında qonşuydum. O 3 ildir kirayda qalıram. Kənardan baxan deyir, aktrisasan, 47 ildir sənətdəsən, prezident mükafatı alırsan, fəxri adın var. Heç vaxt ağız açıb kimdənsə nəsə istəməmişəm, ağlamamışam. Həyatdır, yaşayırıq. Hər zaman evim olub. Ata evim mənə miras qalmışdı. Evimizi söktülər. Şəhərin mərkəzində doğulub böyüyən insan kənara öyrəşə bilmir. Bəli, hamımız belə kənarda yaşaya bilmərik. Yaşadığım yeri söktülər. Yenə də verilən pula heç nə düşmədi. Əhmədli ərazisində ev aldım, amma öyrəşə bilmədim. Satdım ki, şəhərdən ev alım, amma bahalaşdı. Qazancım o dərəcədə deyil ki, gedim ev alım. İcra hakimiyyətinə müraciət etdim. Cavab gəldi ki, bizim sizə veriləcək evimiz yoxdur. Naidə xanım, təbii ki, sizə ev verilməlidir. Gözəl Naidə xanımımız, gözəl aktrisamız, yenə də deyirəm, Fidan Qasımovanın qudası, gözəl ana, təbii ki, sizin eviniz olmalıdır. Siz niyə kirayda qalmalısınız? Məndən sizə tövsiyə, abla tövsiyəsi, Bakı şəhər İcra Hakimiyyəti Eldar Əzizova müraciət et. Mütləq.